Dekabr ayının 17-si ağa mənə zəng vurub ki, Argentinadan elə bir gilas gətirmişəm ki, yayda belə dadlı gilas olmur. Dostlar, biz Fresh Moms Exotic mağazasında. Ağa necəsən? Çox sağ ol. Bunu mən aparacam da verirsə mənə. Bir dənə gilasın gözəlliyinə bax. Yəni yayda yediyim həmin o öküz ürəyidir ki, bu mağazada var. Bax bu nədir mən bilmirəm. Hətta yemək istədim. Ağa deyir ki, bunu yemə. Səhərə yesin. Bunun adı nədir belə? Kaktus meyvəsidir. Kaktus incili gedir. Kaktus incili və burada çox qeyri-adi meyvələr var. Bayramda, yəni bundan gözəl hədiyyə ola bilməz. Əzizlərimizə, doğmalarımıza, sevdiyimizə, hətta mənim özümə belə hədiyyə eləmək istəsələr, zəng vurun ağaya. Ağa bilir də mənim meyvə zövqümü. Deyib mənə bundan yollasınlar. Ağa deyir ki, yəni elə bir dünyada meyvə yoxdur ki, elə bir sezonda, fərqli sezonda mənə zəng vurasınız, mən o meyvəni çatdırım. Məsələn, alça, gilas üçün meyvəni mən gördüyümə qarşı Argentinada bu vaxt hardan gilas tapmağa. Başqa nə meyvələr var? Bütün alçadır, bütün növ. Yəni bütün növ. Bax mən sənə bax dostlar, bu qarpızı görürsünüz, Braziliya qarpızı. Bu qarpızı şəxsən mən yeyib, çəkib sizə göstərəcəm. Dostlar, bura Fresh Moms mağazası odur ki, siz də müraciət edin. Bax belə gözəl hədiyyələr edin. Sağ ol ağa. Sağ olun. Minnətdaram. Fresh Moms.